Salam əziz müəllimlər və müdavimlər. Mən tarix müəllimi İdris Ağayev. Bu gün sizlərə MIQ sertifikasiya tipli mövzu sınaq beyin izahını edəcəm. Sınaq izahına keçməmişdən öncə ümumi MIQ və sertifikasiya haqqında bəzi tövsiyələrim olacaq. MIQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər necə hazırlaşmalıdır yüksək nəticə əldə etmək üçün? Nəzəriyyə olaraq əlbəttə ki, biz nəzəriyyəni yaxşı oxumalıyıq, amma nəzəriyyəni nə qədər çox yaxşı öyrənsək də görürük ki, bunu testdə tətbiq etmədən müəllimlərin işə qəbul imtahanı və yaxud da sertifikasiyada yüksək nəticə əldə etmək qeyri-mümkündür. Onun üçün sizlər də MIQ və sertifikasiya imtahanı yüksək nəticə əldə etmək üçün daha çox MIQ və sertifikasiya tipində sınaqlar və yaxud da testlər işləməlisiniz ki, imtahana tam hazır gedəsiniz. Siz də dərslərimizə qoşularaq hər ay bir çətin imtahan tipində test işləyərək imtahana tam hazır gedə bilərsiniz. Ümumi proqramı əhatə edən 10 mövzu sınaq işlədiləcək və əlavə isə 15 ümumi sınaq işlədəcəm və bundan artıq müəllimlərimiz və sertifikasiya hazırlaşan müəllimlərimiz və müəllimlərin işə qəbuluna hazırlaşan müdavimlərimiz imtahana tam hazır şəkildə gedəcəklər. Onlayn noyabr və yanvar qruplarına qeydiyyatımız davam edir. Siz də dərslərimizə qoşulub bizlərlə birlikdə yüksək nəticə əldə edə bilərsiniz. Dərslərimiz haqqında əlavə məlumat üçün aşağıda nömrəm olacaq. Həmin nömrədən əlaqə saxlayıb məlumat əldə edə bilərsiniz. Uyğunluğu müəyyən edin. Manna dövləti, Albaniya və Atropatena dövləti AŞ ilə İsveç dövlətləri ittifaq qurub Urartu hücumlarına son qoydu. AŞ ilə İsveç dövlətləri ittifaq qurmuşdu. Bura qədər düzgündür. Baxın, bura qədər düzgündür. Amma Urartu hücumlarına son qoydusu yanlışdır. Urartu olmalı deyildi. Assuriya yazsaydı götürə bilərdik. Amma AŞ ilə İsveçlə ittifaq qurandan sonra Urartu Assuriyanın hücumlarına son qoymurdu yenə də. Belə deyək. Aşurbanipal 650-ci ildə hücum etmişdi Mannaya. A ümumiyyətlə yanlışdır. Artabaz 3-cü Antioxusun yürüyüşü nəticəsində Assala düşdü. Bu Artabaz yox, Artabazan olmalıydı. B də yanlışdır. Roma Respublikasına qarşı mübarizə apardı. Bu Atropatena və Albaniya dövləti üçün oxşardır. Hər ikisinə də oxşar olduğu üçün 4-ə C-ni yazarıq. Hieroqlif və mix yazı növündən istifadə etmişdir. Bu Manna dövləti olacaq. Eramızdan əvvəl 2-ci əsrin əvvəlində yenidən müstəqil oldu 190-cı ildən sonra. Bu sadəcə Atropatenadır. Magneziya döyüşündən sonra yeyib bunu yazarıq. Pompeyin yürüyüşü zamanı müstəqilliklərini qorudular. Bilirik ki, Pompeyin yürüyüşü zamanı müstəqilliğini qoruyan Albaniya idi. Bu F olacaq. Quldar dövlət kimi yaranmışdı. Hər bir bunların quldar dövləti idi. Həm Manna, həm Atropatena, həm Albaniya idi. Burada əsas məsələ A ilə B idi və imtahanda da bu tipdə suallar düşür. Çalışaq bu tipdə suallara qarşısında çaşmayaq. Azərbaycanda daş dövrünün Tunc dövründən fərqli olmayan bəndləri. Fərqli olmayan deyilsə, deməli oxşar soruşur. Daş və Tunc dövrü üçün oxşar xüsusiyyət. İlk dəfə metal alətlərdən istifadə edilməyə başlandı. Bu yanlışdır, oxşar deyil. Hansı ki, daş dövrü, son daş dövrü, Eneolit dövründə başlanmışdı deyirik. Onun üçün yanlışdır. İnsanlar arasında mübadilə geniş yayılmışdı. Bu da yanlış olacaq. İnsanlar arasında geniş yayılmamışdı mübadilə bu dövrdə. Əkinçilik və daha doğrusu insanlar arasında mübadilənin geniş yayıldığı dövr Tunc dövrüdür. Daş dövrünə aid olmayacaq. Onun üçün 2-ni götürmürük. Əkinçilik və maldarlıq əhalinin təsərrüfat məşğuliyyətində mühüm yer tuturdu. Bu doğrudur. Duluzçuluq sahəsi inkişaf etmişdi. Bəli, həm daş dövrü, həm də Tunc dövründə duluzçuluq sahəsi inkişaf etmişdi. 3-dən 4-dür. 1-lə 2-nin yanlış olduğunu görüb bunları sizə bilərdik. 1-lə 2 yanlışdırsa bunlar gedir. Və cavabımız elə qalar da 3-dən 4 olacaq. İnsanlar yaşadıkları yerlərin ətrafında qala sağlar tikirlər. Bu da sadəcə Tunc dövrünə aid. Daş dövrünə aid deyil. Onun üçün 5-i də götürə bilmərik burada. 3-cü sual. Ərəb xilafətinin aşağıdakı verilənlərə əsasən düzgün xəritələşik rəqəmləri seçin. Əməvilər sülaləsi tərəfindən 8-ci əsrin 1-ci əsr böyük hissəsi fəth olundu. Bilirik ki, 4 Pireneya yarımadası və yaxud da İspaniyadır. 4 olacaq. Əməvilər sülaləsi tərəfindən 4 fəth olunmuşdur. Bu düzgün cavabdır. Fatih döyüşü nəticəsində işğal olunub. Fatih döyüşü 732-də olub. Əməvilər biri ələ keçirmək istədilər, amma məğlub oldular. Ələ keçirə bilmədilər. Yəni Əməvilər tərəfindən bir işğal olunmadı. Bu yanlışdır. Daha sonra Abbasilər sülaləsi dövründə işğalı başa çatdı. Bu da yanlışdır. Baxın, başlayaq 3 ümumiyyətlə Ərəbistandır. Təxmini bu ərazilərdə də Ərəb xilafətinin yarandığını düşünsək. Bu 3 xəlifələr dövrünə aiddir 3-ün işğalı.
İkinin işğalı elə ilk xəlifələr dövrünə aiddir. İlk xəlifələr dövründə bilirik ki, Ərəb dövləti Misri ələ keçirdi, 2 də Misirdir. 5 də Mərkəzi Asiya o kimi götürsək, 5-i də Ərəb xilafəti Əməvilər dövründə ələ keçirmişdi. Onun üçün burada düzgün cavabımız 4 olacaq. Yəni, bu 5-in təxmini heç ümumiyyətlə verilmir, hansı dövrdə ələ keçirildi. Bunu yəni götürmürük. Amma 4 konkret verir ki, 8-ci əsrin birinci yarısı 711-də ələ keçirilmişdir. Bu üçüncü sualda cavabımız yalnız 4 olacaq. Dördüncü sual. Şirvanşahlar dövlətinin sazlərdən fərqli Salar dövlətlərə oxşar cəhətlərini seçin. Yəni, bu deyir ki, Şirvanşahlarla Salarlərin oxşar cəhəti olsun, Saclərdən fərqli xüsusiyyəti olsun. Slavyan yürüşlərinə qarşı mübarizə aparmışdı. Şirvanşahlar, baxırıq, Slavyan yürüşlərinə qarşı mübarizə aparmışdı. Salarilər aparmışdı. Bərdən deyə bilərik 944-cü ildə. Amma Sacilər aparmamışdı. Bu doğrudur. Cavabımızın biri 1-dir. Erkən feodalizm dövründə Azərbaycan vahid şəkildə birləşdirilmişdi. Şirvanşahlar bilirik ki, aid deyil. Şirvanşahların birləşmə dövrünü götürsək, 1406-da 15-ci əsrdir. Klassik feodalizm dövrüdür. Onun üçün bu 2 yanlış olacaq. Şəki və Dərbənd şəhərlərinin müxtəlif illərdə asılı hala salmışdır. Baxırıq ki, Şəki və Dərbəndi nədir? Şirvanşahlar asılı hala salıblar. Sacilər də Şəki və Dərbəndi asılı hala salıblar. Salarilər də salıblar asılı hala. Çünki Salarilər də, Sacilər də Azərbaycan vahid dövlətə birləşdirdikləri üçün Şəki və Dərbənd şəhərlərini asılı hala salmışdılar. Şirvanşahlar da həmçinin. Şirvanşahlar Azərbaycan vahid şəkildə daha sonra birləşdirsələr də, əvvəlki dövrdə, xüsusilə 10-cu əsrin 80-ci illərində Şəki və Dərbəndi asılı hala salmışdır. Ərəb dövlətinin süqutu nəticəsində yaranmışdır. Baxın, bu biraz çaşdırıcı sualdır. Ərəb dövlətinin süqutu nəticəsində yaranmır. Ərəb dövləti süqut edir 1258-də. Bu dövlətlər nə vaxt yaranmışdır? Şirvanşahları 861, Sacı 898, Saları 941. Ərəb dövlətinin süqutu yox, Ərəb dövlətinin parçalanması nəticəsində olmalıdır. Amma Ərəb dövlətinin parçalanması nəticəsində yaranmışdır yazsa belə, bunu düzgün götürə bilmərik. Çünki bu üçü üçün də oxşar xüsusiyyət olacaq. Amma bizdən deyir Şirvanşah Salarlara oxşar olsun, Sacıdan fərqli olsun. 3 mənşəli sualı tərəfindən yaradılmışdır. Bu, Sacı və Saları üçün oxşardır. Onun üçün bunu da götürmürük 5-i. Və cavabımız olur yalnız 1. 5-ci sual. Uyğunluğu müəyyən edin. Alan yürüşlərinə aid katakomba qəbirləri tapılmışdır. Bu 5-ə olacaq. 5-ə olacaq A. 9-cu əsrdə ilk dəfə paytaxta çevrildi. 9-cu əsrdə ilk dəfə paytaxta çevrilən Marağadır. Hansı ki, Sazların paytaxtı idi 898-ci ildə. Slavyanlar tərəfindən bir il qarət olunan Bərdə şəhəri olacaq. 4 olacaq, deməli C. Bağdad şəhərindən üstün hesab olunan şəhər Təbriz şəhəri olacaq. 2 olacaq D. 16-cı əsrə kimi əsas liman şəhəri idi. 16-cı əsrə kimi əsas liman şəhəridir. Bu da nədir? Dərbənd şəhəri olacaq. Y olacaq burada. Asan tipli bir sual. 6-cı sual. Xronoloji ardıcılığı müəyyən edin. Pensiya sülhünün imzalanması eramızdan əvvəl 200-dür. Bunların hamısı eramızdan əvvəldir. Misrin Makedoniyaya sərhədinə düşməsi eramızdan əvvəl 332-dir. Böyük bəy yolunun yaranması eramızdan əvvəl 180-lardır təxmini və yaxud da eramızdan əvvəl 2-ci əsrin birinci yarısı deyə bilərik. Babil dövlətinin sonuncu dəfə süquta uğradılması 539-cu ildə eramızdan əvvəl. Burada da birinci olacaq 4, sonra olacaq 2, daha sonra olacaq deməli 1 və 3. Cavab olacaq A bəndi olacaq. Yeddinci sual. Uyğunluq gözlənilməmişdir. Yəni yanlışı tapın. Afrinada sonuncu saat nəticəsində yoxsul vətəndaş siyasi vəzifəyə seçə bilməzdilər. Bu doğrudur. Bəli, Afrinada sonuncu saat nəticəsində yoxsul vətəndaşlar vəzifəyə seçə bilmirdilər. Amma xalq yığıncağında iştirak edə bilirdilər. Roma Respublikası Karfageni işğal edərək Aralıq dənizinin şərq sahillərinə möhkəmləndi. Deməli, Karfageni bu müharibələr nəticəsində işğal etdi və Aralıq dənizinin şərq yox, qərb sahillərində olmalı. Bu yanlışdır. Yanlış olduğuna üçün cavabımız elə bu variant olacaqdır. Amma digərlərinə də baxaq. Qədim Misir
İkinci Ramzes dövründə tarixdə ilk yazılı sülh müqaviləsini bağladı. Bəli, bu düz Kadeş müqaviləsidir. Mete xan Monqol Tibet tərəflərini özünə tabe etmişdi. Bu da doğrudur. Xan sülaləsi dövründə boş torpaqlar yenidən əşib becərməyə başladı. Kəndlər Sin sülaləsi dövründə boşaldılmışdı. Onlar yenidən oraya əhali köçürüldü. Bu da doğrudur. Burada cavabımız olacaq. İkinci dedi ki, Karfagen işğal etdi. Aralıq dənizin şərq yox, qərb sahələrindən möhkəmlənmiş olacaqdır. Azərbaycanda 13-cü əsrin sonu, 14-cü əsrin əvvəli keçirilən islahatlara aiddir. Yəni, bu Qazan xanın islahatlarını soruşur bizdən. Bu islahatlara aid olmayanı tapmalıyıq. Alqı-satqı işlərini nizam yaradıldı. Məhkəmə islahatına əsasən bu doğrudur. Gömrük rüsumlarının məbləği dəqiq müəyyən olundu. Ticarət islahatında bu da doğrudur. Onu da deyək ki, alqı-satqı işləri məhkəmə islahatında sahəsində nizam yaradılırdı. Vergilər yığma səlahiyyəti Mərkəzi Divana verildi. Bu deməli, vergilər yığma səlahiyyəti Mərkəzi Divana verildi. Vergi islahatında bu da doğrudur. Məhkəmə islahatı kəskin mübarizə şəraitinə keçdi. Bu yanlışdır. Kəskin mübarizə şəraitinə keçən vergi islahatı idi. İslahata əsasən qopçul vergisi ləğv edildi. Bu da doğrudur. Dini islahat. Burada cavabımız olacaq məhkəmə islahatı əsasında məhkəmə islahatının kəskin mübarizə şəraitinə keçməsi. Bu yanlışdır. Bu vergi islahatına aiddir. 9-cu sual. Roma dövrünə aid olanları müəyyən edin. Qullarlıq ictimai quruluşu tənəzzül etməyə başladı. Tənəzzül etməyə başladı deyilsə, bu imperiya dövrünə aiddir. 3 olacaq A. Senat fəaliyyət göstərirdi. Senatın fəaliyyət göstərməsi bütün dövrlərdə olub Romada, hər 3 dövrdə olub. 4-ə aid olacaq B. Maqneziya döyüşündə Selevki dövləti məğlub edildi. Bu Respublika dövrünə aid olacaq. Eramızdan və 190-cı ildə C olacaq. Romanın son işğalçı yürüşləri bu dövrdə baş vermişdi. Bu imperiya dövrünə aiddir. Mark Trayan dövrünə aid olacaq. Senat olaraq öz aralarından bir nəfər ölmüş dövləti idarə etmək üçün seçildi. Bu padşahlıq dövrünə aid olacaq. Roma və Atropatena arasında ilk siyasi əlaqələr quruldu. Roma Respublika dövründə bu da F olacaq. Burada F çaşdırıcı məqamdır. F-i həm imperiya, həm də Respublika dövrünə yazmışam aşağıdakı variantlarda və belə variantlar olur. Bütün variantları yazırsan və axıra gələndə bir dənə variant arasında qalırsan. Yəni MİQ-in imtahanında ən çox istifadə olunan sual tiplərindən biri budur. Yəni nəsə yazırsınız və axıra gəlirsiniz. Axırda bir dənə variant artıq siz 2 dənə seçim qarşısında qalırsınız. Yəni oxşar nəsə bir şeylər olur mütləq. 10-cu sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Paleolit dövrü, neolit və enolit dövrü. İstehsal təsərrüfatına keçidin əsası qoyuldu. Bu yanlışdır. Paleolit dövrü deyil, mezolit olacaqdır. Yaşayış yerlərindən toxa tapılmışdır. Neolit dövrünə aiddir. İncəsənət yarandı. Doğrudur. 1-ə C olacaq. Bu plusdur. Çaput duluz qablarını düzəldirdilər. Bu neolit dövrünə aiddir. Yeni əmək aləti olan çapacaq meydana gəldi. Bu da doğrudur. Deməli, biri olacaq C ilə Y. Biri C ilə Y olanları saxlayırıq, digərləri silirik. Aha, 2-yə baxırıq. İlk əkinçilik vərdişləri yarandı. Bu neolit dövrü deyil. Neolit dövründə əkinçilik əsas məşğuliyyətə çevrilmişdir. Bu dövrə aid qadın heykəlləri tapıldı. Qadın heykəlləri neolit yox, enolit dövrü idi. Göytəpə yaşayış məntəqəsi əsasında öyrənilmişdir. Bu doğrudur. Heyvanların əhəlləşməsinə başlandı. Bu da yanlışdır. Bu mezolit dövrüdür. Sənətkarlıq sahələri yarandı. Bu doğrudur. Duluzçuluq, toxuculuğu deyə bilərik. 1-ə C-yə, 2-yə də C-yə olacaq. 2-yə ancaq C-yə olanları saxlasaq, bir dənə variantımız qalır. Bu variant qalacaqdır. 3-ə enolit dövrü olacaqdır. Nə? Metalleşmə sahəsi yarandı. Doğrudur. Ata xaqanlıq formalaşmağa başladı. Yanlışdır. Bu erkən tunca aiddir. Ox və kamandan ovçuluqda istifadə olunurdu. Doğrudur. Şüalər meydana gəldi. Doğrudur. Səsli nitq yarandı. Yanlış olacaq. Azərbaycan 3-7-ci əsr tarixinə aid düzgün bəndləri seçin. Albaniya dövləti Urnayrun dövründə Şimali Qafqaz yolunda gedən Roma-Sasani müharibəsində Sasanilər müttəfiq idilər. İlk baxışdan bu doğru gəlir, amma daha sonra biraz diqqətlə baxsaq, burada Şimali Qafqazı oxusaq, görərik ki, Roma-Sasani müharibəsi Şimali Qafqaz yox, Cənubi Qafqaz yolunda gedirdi. Onun üçün bir yanlış olacaq. Bir yanlış olduğu üçün bu variant və bu variantı istərik. 3-cü Məmin Vaçaqan Ağuya Məclisini çağırdı. Xristian dininə aid mühüm qərarlar verdi. Bura qədər doğrudur və bütün Alban əhalisi xristianlığa qəbul etdi. Ardı isə səhvdir. Bu xüsusilə bütün Alban əhalisi
Bu yanlışdır. Müəyyən hissəsi yazsaydı doğru olardı. Çünki deyir ki, xristianlıq Albaniyada dərin kök sala bilməmişdi. 2 də yanlışdır. 2-ni də istərik. Sasani dövründə Azərbaycan əhalisindən məhsula xərac vergisi alınırdı. Məhsula xərac yox, xaraq vergisi olmalıdır. 3 də yanlışdır. Xərac ərəblər dövründə idi. Bu dövrdə türk dili vahid ünsiyyət vasitəsinə çevrildi. 4 doğru olacaq. Türklərin gəlməsi nəticəsində, türklərin ikinci axını nəticəsində. İkinci Vaçe Sasanıya qarşı azadlıq hərəkatına başçılıq edərək Sasani zülmünə son qoydu. Xeyr, Sasani qarşı azadlıq hərəkatına başçılıq etdi. Sasani zülmünə son qoymadı. Əslində məğlub oldu. Bax, hansı tələsən müdavim olsa və yaxud da müəllimimiz olsa, İkinci Vaçe Sasaniyə qarşı azadlıq hərəkatının başçılığı görən kimi bu variantı yazıb keçər. Amma sonunu oxumasanız, deməli nə olacaq? Səhv vuracaqsınız. Onun üçün sonuna, əvvəlinə, axırına, ortasına cümlənin çox diqqət etmək lazımdır. Yəni cümlənin hər tərəfli cümləni oxumaq lazımdır. Sonun nöqtəsinə qədər oxumaq lazımdır ki, səhv yazmayasınız. 5 də yanlışdır. 4 6 olacaq. 5-ci əsrin 80-cı illərdə bağlanan sülh əsasında Albaniya daxil idarəetmə hüququnu bərpa etdi. Bəli, 485-ci il. Bax, 4-6 olacaq. Və onun üçün bu tipli testlər daha çox işləməlisiniz ki, artıq o imtahanda düşən sualların məntiqini tutasınız. Məntiqini artıq başa düşəndən sonra, sualların psixologiyasını başa düşəndən sonra sizin üçün orada sualları cavablandırmaq elə çətin olmayacaq. Əgər nəzəri olaraq boşluqlarınız çox azdırsa, yox, sizin boşluqlarınız çoxdursa, xəritəni çox zəif bilirsinizsə, mövzunu zəif bilirsinizsə, yəni siz maksimum diqqətli olsanız belə, orada yüksək şəkildə nəticə göstərə bilməyəcəksiniz. 12-ci sual. Verilən əlamətlərin aid olduğu ərazini xəritədə göstərin. Burada söhbət dövlətli ərazilərdən gedir. 3-ü götürsək, bu Şəddadi dövlətinin ərazisidir. 2 Şirvanşahlar, 4 Rəvvadilər və ya Sadi Salarilər deyə bilərik. 1 Hizb Müsəlman Əmniyi, 4 Dərbənd Əmniyi deyərik. Abbasi xilafətin zəifləməsi nəticəsində müstəqil dövlət yarandı. Dövlət deyirsə, artıq biz burada 1-in üstünə xətt çəkərik və 5-in üstünə xətt çəkərik. Çünki bunlar müstəqil dövlət deyildilər. Sultan Toğrulun dövründə Astaxalat düşdü. 1-3-ü götürək Şəddadilər 1054-də, bir də Rəvvadilər götürək bu ərazidə nədir? 1054-cü ildə. Muğan hakimliyini Astağa salmışdı. Muğan hakimliyini Astağa salındı. Burada 2 də getdi artıq. Çünki 2 deyir ki, Sultan Toğrul dövründə Astaxalat düşməmişdi. Muğan hakimliyini Astağa salınsa kimi idi, Rəvvadilər idi. Şəddadilərdə belə bir hadisə yox idi. Onun üçün burada cavabımız olacaq yalnız 4. 13-cü sual daha sonra baş vermişdir. Sultan Mahmud Qəznəvinin Hindistanın şimal-qərbini işğal etməsi təxminən 1025-ci illərdir. Qaraxanlı dövlətinin zəifləməsi və 2 hissəyə parçalanması 1042-ci ildir. Səlcuqların Bizansa kəşfiyyat yürüşü 1015-ci ildir. Satı Buğra xanın İslam dininin dövlət dini elan etməsi 932-dir. Qıpçaq yürüşü nəticəsində Oğuz dövlətinin süqut etməsi 1000-ci ildir. Burada daha sonra dediyi üçün cavab olacaq Qaraxanlı dövlətinin zəifləməsi və 2 hissəyə parçalanması. 14-cü sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğun olanları soruşur, düz olanları soruşur. Xəzər xaqanlığından fərqli olaraq Göytürk və Uğur xaqanlığı. Aşina mənşəli türklər tərəfindən yaradılmışdır. Bu Xəzər xaqanlığından fərqli deyil. A yanlışdır. A-nın olanları istərik. Ən azından birinci hissəyə A olanları istərik. Sasani dövlətini məğlub etmişdir. Xəzər xaqanlığı Sasaniləri məğlub etməsi haqqında hər hansı bir məlumat yoxdur, amma Göytürklərin Sasaniləri məğlub etməsi haqqında məlumat var. Deyir ki, Soqdiana vilayətini ələ keçirəcəkdir və Sasaniləri məğlub edib ələ keçirirdi. B doğru olacaq. Çina astağı salmışdır. Bilirik ki, Xəzər xaqanlığı Çina astağı salmamışdır. Göytürklər isə Çina astağı salmış olacaqlar. C də doğru olacaq. Qafqaz uğrunda mübarizə aparmışdır. Xəzər xaqanlığı Qafqaz uğrunda mübarizə aparmışdı ərəblərlə, Göytürklər də Qafqaz uğrunda Sasanilərlə mübarizə aparmışdı deyə bilərik. Amma hansısa döyüşlərin adı yazılmır. Sadəcə kitabda yazılır ki, Göytürk dövləti Qafqaz uğrunda mübarizə aparıb. Və bu da Qafqaz uğrunda mübarizə aparması Göytürk və Xəzərlər üçün oxşardısa biz götürə bilmərik. Çünki bizdən nə soruşur? Fərqli soruşur. Deməli, 1-ə də aid olacaq yalnız B ilə C. B ilə C olduğu üçün bir dənə variantımız qalır. Baxın, burada bu testləri mən elə bir formada təşkil etmişəm, xüsusilə bəzi testləri öyrədici olsun deyə bu formada. Amma imtahanda belə olmayacaq.
İmtahanda məsələn, Qafqaz onda mübarizədir, məsələn, bu biraz çaşdırıcı məqamdır. Bunu elə çaşdırıcı məqam kimi istifadə edə bilərlər. Uyğur hissəsinə baxanda isə Tibet tayfalarının məğlub etməsi Uyğurlara aiddir. Əvvəl Göytüş dövlətinin tərkibində yaşamaları oxşardır, götürmüş bunu. Ərəb xilafəti ilə müharibə aparmışdır. Bu Uyğurlara aid deyil, Xəzərlərə aiddir. Onun üçün bunu da götürmürük. Yəni fərqli deyil də. Burada deyir ki, Xəzərdən fərqli olaraq Uyğurlara aid olan seçim. Onun üçün bunu götürmək. Ərəb xilafəti ilə müharibə aparması. Türk tayfalarının üsyan nəticəsində süquta uğraması Xəzərdən fərqli olaraq Uyğura aiddir. Çünki Xəzərlər süquta uğradıldı. Ruslar, Kiyev knyazı Çyaçlov tərəfindən, yəni Ruslar tərəfindən, Uyğur xəqanlığı süquta uğradıldı Türk tayfası Qırğızlar tərəfindən. Onun üçün burada cavab olacaq A bəndi. Uyğunluğu müəyyən edin. Xəritəyə əsasən, xəritədə 2 Hindistandır, 1 də Çindir. Tipik xəritə sualı. Talas döyüşündə məğlub olaraq geri çəkilmişdir. Talas döyüşündə məğlub olub geri çəkilən Çin idi. 1-ə aid olacaq, A aid olacaq. Eramızın əvvəl 6-cı əsrdə bir hissəsi Əhəmənilər tərəfindən işğal edildi. Əhəmənilər tərəfindən işğal olunan Hindistandır. 2 aid olacaq B. Sin sülaləsi dövründə Konfutsi təlimi rəsmi ideologiyaya çevrildi. Baxın, biraz mövzudan az məlumat olan müəllim sıraca Sin sülaləsi dövrünü görən kimi, Konfutsi görən kimi götürüb Çinə yaza bilər. Amma biraz diqqətli olsaq görək ki, Sin sülaləsi dövründə Konfutsi təlimi rəsmi ideologiyaya çevrilmir. Bu, Han sülaləsi dövrünə çevrildi. Sin sülaləsi Konfutsi təlimini təqib edirdi. Yəni imkan vermirdi o təlim yayılsın. Onun üçün C yanlışdır. Aşoka dövründə iç dövlət yarandı. İç dövlət Hindistanda 1-ci minilliyin ortalarında yaranıb. Aşoka iç yox, vahid dövlət yaratmışdı Aşoka. Onun üçün bunu da Hindistana aid edə bilmərik. Tarix qeydlər əsəri bu ölkəyə aiddir. Tarix qeydlər əsəri Smatçiyan tərəfindən yazılmışdır və bu Çinə aiddir. 1-ə A-Y olacaq, 2-yədəki B olacaq. 16-cı sual. Xronoloji acılığı müəyyən edin. Həmədan döyüşü 830-dur. Bəncər 643-dür. Fatihə 732-dir. Pəştad Sərəyi 829-dur. Bədir döyüşü 624-dür. Birinci 5-dən başlayarıq. Daha sonra 2-yə gedərik. 5-ə, 2-yə. 5-dən 2-dən sonra 3-ə gələrik. 3-ə gələrik. 5, 2, 3 görürük ki, 2 variantda eynidir. 5, 2, 3. Daha sonra 4-ə gedərik və 1-ə gedərik. Cavab olacaq A bəndi. 17-ci sual. Uyğunluğu müəyyən edin. Eldənizlər dövləti fərqli, sadəcə Eldənizlərə aid olanlar, sadəcə Şirvanşahlara aid olanlar da bu hissədə, 2 olan hissədə fərqli xüsusiyyət yazılıb və oxşar olanları tapmalıyıq. Monqollara qarşı Gürcülərlə ittifaq qurulması, bir iki Eldənizlərdə Özbək Eldəniz hökmdarı Özbək Monqollara qarşı Gürcülərlə ittifaq qurmuşdu, amma Şirvanşahlarda belə bir məlumat yoxdur. Onun üçün A-nı düzgün variant kimi götürərik. Xərzəmşahlarla mübarizə aparması Eldənizlərə aiddir. Xərzəmşahlar Eldənizləri süquta uğratmışdı, yəni mübarizə aparmışdı. Amma Şirvanşahlar Eldənizlərlə mübarizə aparmamışdı. A, B doğrudur. Daha sonra Monqol yürüşlərinə məruz qalmışdı. Hər ikisi üçün oxşar xüsusiyyətdir. Hər ikisi də Monqol yürüşlərinə oxşar məruz qalmışdı. C oxşar olduğuna görə C-ni götürmüş. Birə sadəcə A, B olacaq. Birə A, B-də bir dənə variant da var. Şirvanşahlara baxırıq. Deyir ki, Əmir Teymurlərin hücumuna məruz qalması bu doğrudur. Şirvanşahlara aid deyil, Eldənizlərə aid deyil. H-ı götürüb. Erkən feodalizm dövründə yaranıb. Bu da doğrudur. Şirvanşahlar erkən feodalizm dövründə yaranıb. Hansı ki 3-11-ci əsrlərdə, 861-də. Eldənizlər isə inkişaf etmiş feodalizm dövründə yaranıb. 11-15-ci əsrdə. Bu fərqli dəqiqətən. Hər iki dövlət Şimali Azərbaycanda yaranıb, bu oxşardır, əni götürmüş onun üçün. Oxşarlara baxanda isə birdən görürük ki, Dəlalilər tərəfindən asılı salınması sadəcə Şirvanşahlara aiddir. Bu fərqli xüsusiyyətdir, amma oxşarın altında olduğu üçün götürmürük. Üç mənşəli Sulala tərəfindən yaradılması sadəcə Eldənizlərə aiddir. Şirvanşahlar Ərəb mənşəli dövlət Sulala tərəfindən yaradılmışdır və yanlışdır. Yəni oxşarın altında olduğu üçün götürmürük. Gürcülərə qarşı mübarizə aparmışdı. Hər ikisi də Gürcülərə qarşı mübarizə aparmışdı. Bu da oxşar olacaq. Burada ən belə çaşdırıcı məqamlardan biri Xərzəmşahlarla mübarizə aparılması idi. Ki, çaşdırıcıdır. Bəzi vaxtlarda Şirvanşahlarla qarışdırılır ki, Xərzəmşahlarla mübarizə aparıb, amma Şirvanşahlarda belə bir məlumat yoxdur. 18-ci sual. Uyğunluq gözlənilmişdir. Anbani xırda hakimlərin mərkəzi hakimiyyətə tabe edərək adına qələbə sütun abidəsi uzatdırdı.
Axı burada xırda hakimlərin mərkəzi hakimiyyətə tabe edən Albaniya və İmaşqunu idi. Onun üçün bu yanlışdır, bunu götürmürük. Üçüncü minillikdə eramızdan və üçüncü minillikdə Uruq şəhər dövləti üsyan etməsi nəticəsində Akkatların iki sayılası hakimiyyətinə son qoydu. Akkatların iki sayılasının hakimiyyətinə son qoyan Kutilər idi. Yanlış olacaq. Arattıda mühüm qərarlar qanunverici orqanların Ağsaqqallar Şurasının həll olunurdu. Qədim dövrlərdə heç bir dövlətdə nədir? Qanunverici orqan olmur. Bu yanlışdır. Qanunverici orqan üçün yazıldığı üçün. Kuti Erkən dövlətində hakimiyyət seçki yolu keçirdi. Bu doğrudur. Cavabımız bu olacaq. Eramızdan və 3-cü minillikdə Urmiya gölü yaxınlığında vahid mərkəzləşmiş İnki Azərbaycan dövləti yarandı. Bu yanlışdır. Bu 3-cü minillikdə yaranmayıb. Deyək ki, Manna idi. O da 9-cu əsrdə yaranmışdı. Bu yanlışdır. Doğru cavabımız Kuti olacaq. Hadisə nəticə əlaqəsinin düzgün verilmədiyi bəndləri seçin. Hadisə nəticə. Cəb və Sabitxan Azərbaycan yürüşü isə birinci yürüşdü Monqolların. Gəncə şəhərinin Monqollar tərəfindən dağıdılması. Bu yanlışdır. Çünki Gəncə şəhəri Monqollar tərəfindən ikinci yürüşdə dağıdılmışdı. Biri götürük, çünki bizdən yanlışları soruşur. Cavanşirin Dəməşq şəhərinə getməsi 667-670 Albaniyanın xarici müstəqillikdən məhrum edilməsi bu doğrudur. Bunu götürmürük, çünki bu doğru olduğu üçün bizim üçün bizə yanlışlar lazımdır götürmək. Üçüncü Mənüçöhrün hakimiyyəti gəldi. Şirvanşahlar Gürcülərlə yaxınlaşdı. Bu da doğrudur. Şirvanşahlar 3-cü Mənüçöhrün hakimiyyəti gəlməsindən Gürcülərlə yaxınlaşmışdı. 4. Şeyx Üveys Təbrizi işğal etdi 1359-da. Bütün Azərbaycan cəlalarının tərkibinə daxil oldu. Bu yanlış olacaq. Çünki bütün Azərbaycan cəlalarının tərkibinə daxil olması 1367-dir. Şirvanşahların daxil olmasından. 4 yanlış deyil, 4 də götürdük. 4-ün 4 rəqəminə yazılanı 1-4 olacaq hələcək. 5. Səlcuqların Azərbaycan yürüşü başladı. Xoy və Salmas şəhərləri Səlcuqlara müqavimət göstərdi. Bu da doğrudur. Deyək ki, Xoy və Salmasda Səlcuqlara qarşı mübarizə göstərilmişdi. Bizdən yanlışları, düzgün verilməyənləri, yanlışları soruşduğu üçün cavabımız 1 və 4 olacaq. Variantlarda 2, 3, 5 də yazmışam. Çünki bəzi müəllimlər testi oxuyanda sualı oxumurlar. Düzgünü görən kimi və keçənlər dərhal variantları oxumağa deyirlər. Asan sualdır, hadisə nəticədir və məsələn 2, 3, 5 yazıb keçənlər. Daha sonra bu testi gəlib təkrar baxmayanda artıq siz bu testi düzəltməmiş olacaqsınız. Və imtahandan vurandan sonra balazı baxırsınız, oturursunuz orada, balazı görürsünüz və görürsünüz ki, burada düzgün verilməyən bəndləri soruşur. Onun üçün cavabları sonuna qədər birinci sualı düzgün oxumaq lazımdır axıra qədər və cavablarda diqqət etmək lazımdır. 20-ci sual. Məlumat verilməyən ərazini müəyyən edin. Olsun və dini mərasimi əks etdirən rəsm əsərləri tapılmışdır. Bu 3-ə aiddir. Verilməyən soruşduğu üçün 3-ü silirik, 3 verilib. Kənd dostlarına aid ibadət evləri 2-də var idi. İbadət evi xətt çəkirəm üstündən 1-də Naxçıvanda var idi. Qazaxda var idi. 4-ün üstündən xətt çəkirəm. Cavabımız olacaq yalnız 5. Kəlbəcərdə yox idi. Bunların heç biri. Azərbaycan 13-14-cü əsr mədəniyyət abidələrini seçin. Əlincə qalası 9-cu əsrdir. Biri Ataram. Şam Qazan Rəsədxanası 14-cü əsr əvvəldir. 2-ni götürərəm. Naxçıvanda Cümə məscidi 12-ci əsrdir. Bunu ataram, çünki bizdən 13-14 soruşur. Amaras monastırı 3-7-dir. Bunu da ataram. Cavab olacaq yalnız 2. Hökmdarlara aid fərqli olmayan deyilsə, yəni nədir? Oxşar xüsusiyyətləri soruşur. Ahşer və Kiaksar. Ahşeri Manna, Kiaksar Midiya hökmdarı olacaq. Asuriya qarşı mübarizə aparmışdı. Ahşeri aparmışdı, Kiaksar aparmışdı. Ahşeri aparmışdı, hansı ki, İskitlərlə ittifaq bağladı, Asuriyanın qanunculuğuna hücum etdi, sərhəd ərazilərinə. Kiaksar Asuriya qarşı mübarizə aparıb, Asuriyanın paytaxtı Neviyanı tutur və Asuriya dövlətinə son qoyur deyirik. 2. İskit şahlığı ilə müttəfiq olmuşdur. Ahşeri İskitlərlə müttəfiq olsa da Kiaksar İskitlərə qarşı mübarizə aparmışdı. İskitlərin ağırlığına son qoymuşdu Midiyada. Buna müttəfiqliyi olmamışdı. 2 yanlışdır. 3. Urartu dövlətinə qarşı mübarizə aparmışdı. Heç biri Urartuya qarşı mübarizə aparmamışdı. Buradan sadəcə 1 olacaq. Oroys və Artabast Roma imperiyasına qarşı mübarizə aparmışdı. Hər ikisi də Roma imperiyası yox, Roma Respublikasına qarşı mübarizə aparmış olacaq. Çünki bunların hakimiyyət dövrləri eramızdan və 1-ci əsrin 1 və 2-ci yarısıdır. Həmin dövrdə Roma imperiya yox, Respublika dövrü idi. 5. Eramızdan və 1-ci əsrin 1-ci yarısında burada bir də onu deyək, Oroys Romaya qarşı mübarizə aparmışdı 66-cı ildə. Həmin dövrdə 66 və 65
Respublika dövrüdür. Artabaz Romaya qarşı mübarizə aparmışdır. Eramızdan əvvəl 36-da Fraspa döyüşündə. Həmin döyüşdə də Roma Respublika idi. 5-i oxuyuram. Eramızdan əvvəl 1-ci əsrin 1-ci əsrin hakimiyyətdə olmaları. Bu da oxşar deyil. Oroç 1-ci əsrin 1-ci əsr təxmini hakimiyyətdə oldu deyə bilərik. Amma Artapaz isə 1-ci əsrin 2-ci yarısıdır. 36-cı il artıq 2-ci yarısıdır. Onun üçün 5 də yanlışdır. 6. Yadelli işğalına qarşı müstəqilliyini qorumağı bacarmışdır. Bəli, həm Oroçda, həm Artabazda Romanın hücumuna məruz qalsalar da öz müstəqillik işlərini qorumağı bacarmışdır. 6 da oxşar olacaq. Cavab olacaq 1 və 6 nədir? Variant olacaq. B bəndi olacaq. 23-cü sual. Uyğunluq gözlənilmişdir. Düz olanı soruşur. Qızıl Arslan İri Səlcuq əmirlərini məğlub etdi. Burada 1190-cı ildə Həmədan döyüşündən söhbət gedir. İkinci hissəsinə baxaq. Səlcuqlu dövləti eldən zərdə nasıl hala düşdü? Bu Səlcuqlu dövləti yazıb bura. 1190-cı ildə Səlcuq dövləti yox idi. Düzdür. Qızıl Arslan İri Səlcuq əmirləri və yaxud da İraq Səlcuq sultanlığına qarşı mübarizə aparmışdı. Burada Səlcuqlu dövlətindən söhbət getmir. Onun üçün bu yanlışdır. Xərzəmşah Təkəşi 1-ci Axistan Həmədan döyüşündə məğlub etdi. İtirilmiş ərazilər geri qaytarıldı. Burada 1-ci Axistan Şirvanşah hökmdarı deyil. Burada Eldəniz hökmdarı Əbu Bəkirdən söhbət gedir. Əbu Bəkir Xərzəmşah Təkəşi və yaxud Xərzəmşahları məğlub edirdi. 1197-ci ildə Həmədan döyüşündə. Bu yanlışdır. Onun üçün burada Axistan yox, Əbu Bəkir yazılmalı idi. Fəzl-i Məhəmməd Gürcü və Xəzər xaqanlığının qoşunlarını məğlub edib mövqeyini gücləndirdi. Bu yanlış olacaq. Çünki burada Gürcü düzdür, Xəzər də düzdür. Amma xaqanlıq sözü səhvdir. Xaqanlıq deyil həmin vaxtda. Boş Xəzər tayfalarına qarşı onları məğlub etmişdi. Alparslan Şimali Azərbaycana hücum edərək Rəvvadi dövlətinin varlığına son qoydu. Şimali Azərbaycana hücum edib Rəvvadi yox, ümumiyyətlə Şirvanşahlara asılı saldı yazsaydı düzgün olardı. Burada olmalıdır Alparslan Cənubi Azərbaycana hücum etdi, Rəvvadi dövlətinin varlığına son qoydu 1065-də. Bu Şimali Azərbaycan yazdığı üçün yanlış olacaq bu da. 1-ci Mənçöy Slavyanlara qarşı qəti mübarizə göstərərək onların möhkəmlənməsinin qarşısını almışdı. Araz çayının qarşısını bəndlərlə kəsmişdi. Doğrudur. Və burada cavabımız Y bəndi olacaq. 24-cü sual. Uyğun bəndləri müəyyən edin. Azərbaycan Qızıl Ordu dövlətinin yürüşü, Azərbaycan Teymurilərin yürüşü. Toxtamış xan 1382-ci ildə Təbriz şəhərini dağıtdı. Bu yanlışdır. Baxın, imtahanda belə fakt düşür. 1382-də Təbrizi dağıtmadı. 1385-ci ildə Təbriz şəhərini dağıdırdı. Yəni Toxtamış xanın Təbrizi dağıtması doğrudur, insəfdir. 2 yox 5 olmalıdır. Bu onun üçün bir yanlış olacaq. Bir yanlış olduğu üçün A-nın B-ni istərik. 13-cü əsrin 60-cı illərində Azərbaycanın ilk hücumları başladı. Qızıl Ordu. Bu doğrudur. Hülaç xanın dövründə. 2 doğru olduğu üçün 2-ni götürürük. Əbu Səid Qızıl Ordu qoşunlarını məğlub edib Azərbaycandan qovurdu 1335-də. Bu da doğrudur. Götürürük. Qızıl Ordu xanı Bərdi bəy Azərbaycana yürüş edərək Çobanın zülmünə son qoydu. Bu yanlışdır. Bərdi yox, Can bəy olmalıdır. 4 də yanlışdır. 1 ilə 4-ü istərik. 1 ilə 4-ü istəyəndə 2 dənə variant qaldı. 2-3-ün doğru olduğunu bilirik. Azərbaycana Əmir Teymurun yürüşləri. Toxtamışı məğlub edərək Azərbaycandan qovdu. Xeyr, yəni Toxtamışı məğlub edib Toxtamış, amma Azərbaycandan qovmurdu. Yəni belə bir hadisə yoxdur. 5 onun üçün yanlışdır. İbrahim Dərbəndini Şirvan hökmdarı kimi tanıdı. Baxın, İbrahim Dərbəndini Şirvan hökmdarı kimi yox, Şirvan hakimi kimi tanıyıb. Baxın, bu hökmdar səhvdir. Bu cümlə MİQ imtahanında bir dəfə istifadə olunan cümlədir. Yəni buna çox diqqət edək. İbrahim Dərbəndini Əmir Teymur Şirvan hökmdarı hakimi tanıyır, hakimi kimi tanımışdır. 6 onun üçün səhv olacaq. 7. Əlincə qalasını tutmaqla bütün Azərbaycan özünə tabe etdi. Bunu bilirik ki, 1400-cü ildə Əlincə qalasını tutur və bütün Azərbaycan özünə tabe etmiş olur. Burada cavabımız 2-3-7 olacaq. 8-ə baxırıq. Əmir Teymur öldükdən sonra Sultan Əhməd bütün Azərbaycan özünə tabe etdi. Bu da yanlışdır. Bu da aid deyil. Yəni Teymurun yürüşünün aid deyil. Həmçinin Teymur öldükdən sonra Sultan Əhməd də Azərbaycan özünə tabe etmir. Belə. Burada da cavab olacaq Y bəndi. 25-ci sual. Proseslərin mümkün nəticələrinə aid olmayan bəndlər, aid olmayansa bizdən yanlışlar soruşur. Baxaq, proseslər bunlardır. Baxın, bunlar proseslərdir. Bunlar isə ona aid olacaq xüsusiyyətlərdir və bu xüsusiyyətlərin içərisindən aid olmayanı seçməliyik. Azərbaycan əhalisindən alınan vergilər azaldıldı. Azərbaycan türk sülalələri dövründə vahid şəkildə birləşdirildi. Qədim dövlətçi gəmilərə dirçəldi. Bu 9-11-ci əsrdə bəhs edən dövrdür və bizdən baxaq proseslər nədir? Bəndlərə.
Xəzər dənizində hərbi donanma yaratmağa təşəbbüs göstərildi. İlk təşəbbüs göstərilmişdi Nadir Şah tərəfindən. Amma bizə 9-11-ci əsr verirdi bu proseslər. Bu aid olmadığına görə biri götürürük, biri yanlış olunur, biri götürürük. 2. Ərəb xilafəti ilə müharibə aparıldı. Bu doğrudur, bu dövrə aiddir. Sacilər dövləti Ərəb xilafəti ilə müharibə aparmışdı. 3. Şimaldan Rus slavyanların hücumu baş verdi. Bəli, 9-11-ci əsrdə Rus slavyanların hücumu baş verir Azərbaycana. Bu doğrudur, bu dövrə aiddir. Ərəblərə qarşı Bizansla ittifaq qurulmuşdu 654-cü ildə. Bu yanlışdır. 9-11-ci əsrə düşmür. 5. Vergiləri tənzimləmək üçün qanunnamə qəbul etmişdi. Salari hökmdarı Mərzbay bin Məhəmməd 911-ə aiddir. Tiflis müsəlman əmiri Şirvanşahlardan asılı düşdü. Bu da yanlışdır. Bu dövrdə ümumiyyətlə yoxdur belə bir hadisə. Bizdən yanlışları soruşduğu üçün 2-ni götürərik, 4-ü götürərik və 6-nı götürərik. Üzr istəyirəm, 2-ni yox. 1-i götürərik, 4-ü və 6-nı götürək. 1, 4, 6 olacaq cavabımız. Uyğunluğu müəyyən edin. Azərbaycan Sasani dövlətinin tərkibində olduğu dövr, Azərbaycan Ərəb xilafətinin tərkibində olduğu dövr, Azərbaycan Səlcuq imperiyasının tərkibində olduğu dövr. Şah Xosrov torpaq islahatına əsasən boş torpaqlar hesabına Dastaqet mülkiyyət forması yaratdı. Baxın, Xosrov torpaq islahatı keçirir. Boş torpaqlar hesabına Dastaqet yox, Xostok yaradacaqdır. Əgər bu Dastaqeti səhv salsaq, biz bunu Sasanilərə götürərək. Bir A-da yazarıq. Amma A səhv. A səhv olduğu üçün A olan variantları silirik. A olan variantlar A ümumiyyətlə Şah Xosrov torpaq islahatı verir ki, nə Səlcuqa, nə Ərəb xilafətinə aiddir. Onun üçün ümumiyyətlə variantlardan A-nı silsək, düzgün cavabımız çıxır. Amma biz bu Dastaqeti bilməsək, artıq biz bunu bu qədər asan formada tapa bilmirik. Davam edelim. Sərhəd qoruyan sərkərdələrə Ulus torpaqları verilirdi. Səlcuqlara aiddir bu. Şamaxı şəhərinin hökmə məscid tikilməsi Ərəb xilafəti dövrünə aiddir. Gezid vergisi vergi verən əhalinin ildə yalnız bir dəfə alınır. Bu Sasanilərə aiddir. Həqiqətən. Şəddadilər süquta uğratmaqla bütün Azərbaycan Səlcuqlarının asılılığa düşdü. Bu yanlışdır. Şəddadilər süquta uğratmaqla bütün Azərbaycan Səlcuqlarının asılılığa düşmür. Səlcuqlar bütün Azərbaycanı asılığa sardı. Şirvanşahları 1066-cı ildə asılığa salmaqdır. Bu yerdə ümumiyyətlə yanlışdır, Səlcuqlara aid deyil. Xəritədə müvafiq olaraq göstərilmiş 3 rəqəmli dövlət. 3 rəqəmli dövlət Şəddad dövləti. 1 rəqəmli dövlətdən fərqli, Şirvanşahlardan fərqli və 2 rəqəmli dövlətlər oxşar xüsusiyyəti. 2 rəqəmli dövlətdə təxminən Təbriz ərazisini göstərir və yaxud da Rəvadilər ərazisini göstərir. Yəni bunlar üçün oxşar xüsusiyyət olsun. Bu Şəddad və Rəvadilər üçün Şirvanşahlardan fərqli olsun. 11-ci əsrin ikinci yarısı Səlcuq dövlətinə asılığa düşdü. Baxırıq, 3 Şəddadilər 1054-də asılığa düşmüşdü. 2 Rəvvadilər 1054 idi. 1 Şirvanşahlar 1066-da asılığa düşmüşdü. Yəni 11-ci əsrin ikinci yarısında hər üçü də asılığa düşmüşdü. Əgər biz bu sualın şəraitini düzgün oxumasaq, biri oxşar kimi, biri cavab kimi götürə bilərik. Amma düzgün oxumaq lazımdır. Burada deyir ki, 3 ilə 2 oxşar olsun, birdən fərqli olsun. 1 onun üçün yanlışdır. Ərazisində Türk Oğuz məşəli tayfalar məskunlaşmışdı. Şəddadilərin ərazisində məskunlaşmışdı 1030-da, 1028-də də Rəvadilərin ərazisində. Amma Şirvanşahların ərazisində Türk Oğuz məşəli tayfaların məskunlaşması haqqında hər hansı bir məlumat yoxdur. Onun üçün 2 doğru olacaq. Bizansa qarşı Səlcuq dövləti ilə hərbi ittifaq qurmuşdu. Bu yalnız Şəddadilərə aiddir. Bu Şirvanşahlardan fərqli olsa da, Şəddadilərin Rəvadilərlə oxşar xüsusiyyəti deyil. Onun üçün biz nə edirik? 3-ü götürə bilmərik. 3-ün üstünə xətt çəkirik. Məlikşah tərəfindən Vağalına son qoymuşdu. Yenə bu Şəddadilərə aiddir. Rəvvadilərə son qoymuşdu Alparslan. Şirvanşahlar isə Səfəvilər tərəfindən son qoyulacaq. Şah Təmasibin dövründə ümumiyyətlə bu aid deyil. Onun üçün 4-də götürə bilmərik. Burada cavablarda yalnız 2 olacaqdır. 28-ci sual. Kəsrani və Dərbəndi sülaləsi fərqli cəhət deyil. Teymur dövlətinin aslını qəbul etdilər. Fərqli cəhətləri, yəni oxşar istəyir bizdən, plus yəni hər şey üçün oxşar olan soruşur bizdən. Teymur dövlətinin asılı qəbul etməsi fərqlidir. Bu Dərbəndlərə aiddir. Azərbaycan qısa müddətdə var şəkildə birləşdirdi. Bu Dərbəndlərə aiddir. Bu da inkişaf etmiş feodalizm dövründə hakimiyyətə gəlmələri bu doğrudur. Hər şey üçün oxşardır. Kəsranilər də 11-15-ci əsr inkişaf etmiş feodalizm dövrüdür. Kəsranilər 11-ci əsrdə 1027-də hakimiyyətə gəldilər. Dərbəndlər 1382-ci ildə inkişaf etmiş feodalizm dövründə meydana gəldilər 14-cü əsrdə.
Qızıl Ordu dövlətinin hücumlarına məruz qalması oxşar xüsusiyyət olmayacaq. Slavyanlara qarşı qəti mübarizə aparıldı. Bu da sadəcə Kəsranlara aiddir, Dərbəndlərə aid deyil. Bunu da götürmüş. Davamız olacaq. Deməli, C bəndi. 29-cu sual. Eyler-Venn diaqramında uyğunluğu müəyyən edin. Buddizm dininin yayılması. Buddizm yayılmışdır birinci Göytürk dövlətində. 1-ə yazarıq, A-nı yazarıq. Daha sonra Çinə uğurlu yürüş etmişdilər. Hər üçü də həm birinci, həm ikinci Göytürk, həm Uyğur xaqanlığı Çinə uğurlu yürüş etmiş olacaqlar. 4-ə yazarıq B-ni. Çinə qarşı uğurlu üsyan nəticəsində yaranmışdı. Uğurlu üsyan nəticəsində yaranmışdı ikinci Göytürk dövləti olacaq. Qırğız üsyanları nəticəsində bu alana son qoymuşdu Uyğurlar olacaq. Bura qədər görürük ki, hər şey tam doğru gəlir və gəlirik Y bəndinə. Ərəb xilafətlə birlikdə Talas döyüşdə Çin darmadağın etdilər. Bu yeni, bəlkə də çox müəllim işləyibsə test oradan, yeni Uyğurlara aid edir. Bura yeni də yazar, amma bu səhv olacaq. Çünki Uyğurlar burada iştirak etməmişdilər. Uyğurlar Talas döyüşündə iştirak etməmişdilər. Sadəcə Çindən Ərəb xilafəti arasında baş vermişdi. Amma Ərəb xilafəti Çini məğlub edir. Çin bundan sonra Mərkəzi Asiyada Uyğurlar güclənir və yaxud da müəyyən ərazilər ələ keçirirlər deyə bilərik. Amma Uyğurlar bu döyüşdə qətiyyən iştirak etməmişlər. Aşağı variantlara baxsaq, bəzi iki variantı arasında saxlamaq üçün müəllimləri, deməli burada Uyğurlara aid olan D-nin yanına Y də yazmışam. D-nin yalnız yazdığım variant da var. Onun üçün burada diqqətli olmaq lazımdır. 30-cu sual. Xəritədə ulduzla verilən dövlətin xarici siyasətinə aid düzgün verilən bəndlərin sayını müəyyən edin. Baxırıq xəritəyə, görürük ki, xəritədə verilən dövlətin ərazisi Atropaten ərazisidir. Azərbaycan cənubunda mövcud olmuş dövlət Atropatenədir. Və indi baxaq görək hansı bəndlər düzgün verilmiş olacaq. Elin mədəniyyətin tərsinə məruz qalması, bunu düzgün oxumalıyıq. Dövlətin xarici siyasətinə. Mədəniyyət dediyi üçün mədəniyyətə aid olduğu üçün bunu götürmür. Eramızdan və 3-cü əsrdə Romaya qarşı Parfiya ilə ittifaq qurdu. 3-cü əsr yox, 2-ci əsr olmalıydı. Onu da götürmür. Burada hər şey düz olsa da əsrə səhv yazıb. Dövlətə aiddir Atropateni. Xarici siyasətinə də aiddir. Amma 3-cü əsr yazıldığı üçün bunu da götürmür. Şimaldan alan tərəflərin hücumuna məruz qalması yanlışdır. Çünki alan tərəfləri Atropateniyə hücum edən zaman Atropatena dövlət deyildi. Amma buradan deyir dövlətə aid olan xüsusiyyətləri soruşur. Onun üçün bunu da götürə bilmərik. Əhalisi hərbi və təsərrüfatda media yanından istifadə etmişlər. Bu təsərrüfata və yaxud da mədəniyyətə daxili aiddir. Heç siyasətə də aid deyil bu. Yəni təsərrüfata aiddir bu. Onun üçün bunu da götürə bilmərik. Eramızdan və 4-cü əsrin 2-ci əsrində Selevki dövlətinə asıla düşmüşdür. Bu 4-cü əsrin 2-ci yarısı yox, 3-cü əsrin 2-ci yarısı olmalıydı. 223-cü ildə. Onun üçün bu da yanlışdır. Sasani dövlət tərəfindən varlığına son qoyulmuşdur. Atropatena dövlətinin varlığına Sasani dövləti son qoyulmur. Parfiya son qoyur. Bu da yanlışdır. Yəni, cavabımız olacaq da heç biri. Uyğunluq gözlənilmişdir. Doğru olan soruşur. Roma Respublika dövründə senatın təyin etdiyi konsul tərəfindən idarə olunurdu. Senatın təyin etdiyi konsul. Xeyr, konsul senat təyin etmirdi. Konsul xalq yığıncağı tərəfindən seçilirdi. Sadəcə senat, konsul senatdan məsləhətləşirdi dövlət idarə edəndə deyə bilərik. Yunanistan eramızdan və 5-ci əsrdə Qara dənizdə hegemon dövlətə çevrildi. Bu yanlışdır. Niyə yanlış? Çünki Qara dəniz yazıb. Qara yox, Aralıq dənizi olmalıydı. Bu yanlışdır. Birinci Tutmos Suriya, Fələstin, Finikiya dövlətlərini işğal edib Misrin ərazisinin ilk dəfə Fərat çayına kimi çatdırdı. Əvvəl düzdür. Suriya, Fələstin görürsünüz və Misrin ərazisinin ilk dəfə Fərat çayına çatdırması, bunlar hamısı düzdür. Amma burada Finikiya aid olmayacaq. Finikiyanı tutmamışdır birinci Tutmos. Onun üçün bu variant səhv olacaq. Çin Şinxuandi islahatlar keçirərək ticarəti canlandırdı. Bura qədər düzdür, bura qədər düzdür. Və nəticədə Böyük İpək yolu yarandı. Bu artıq ikinci hissəsi səhvdir. Çünki Böyük İpək yolu Sin və Sin sülaləsi dövründə deyil, Xan sülaləsi dövründə yaranmışdır. Bu səhv olduğu üçün bunu götürə bilmərik. Eramızdan və 8-7-ci əsrdə Avstriya dövləti Suriya, Fələstin, Finikiyanı işğal edib ön Asiyada ən güclü dövlət oldu. Bu doğru olacaq. Cavabımız da bu variant olacaq. 31-də olacaq Y bəndi. 32-ci sual. Cədvələ əsasən Azərbaycan mədəniyyətinə aid olan düzgün sıranı müəyyən edin. Birə aid olanları belə götürürük. Birə əgər düzgünsə, birə bu sütunda, bu üç sütunun üçü də düzgün olmalıdır.
2 götürmək üçün bu sütunların hamısı düzgün olmalıdır. 3 də belə. Yəni testin forması bu formada olacaq. MIQ imtahanında istifadə olunan test nümunələrindən biridir. Bu formada testlər olub MIQ-də. 3-11-ci əsr mədəniyyəti, 11-12-ci əsr mədəniyyəti. Burada səhvən olub. 12 yox, 13 olmalıdır. Çünki ümumiyyətlə belə ki, mədəniyyət hissəsi 12-14 getmir. 13-14-cü əsr gedir və 13-14-cü əsr mədəniyyəti soruşur. Birə baxırıq, Laçında Ağaoğlan məbədinin tikilməsi düzgündür. Bu dövrdə yaşamış Xaqani Şirvanın ilk poemanın müəllifidir. Bu da düzgündür. 11-12-ci əsrə aiddir. Şirvan memarlıq üslubunda Nadiran məscidi tikilmişdir. Nadiran məscidi yox, Nadiran qalası olmalıdır. Onun üçün bir yanlış olacaq, biri götürmür. Çünki hansı bu variant uyğunluqlu pozdur. 2. Şamaxıda Sünnü və Cümə məscidinin tikilməsi 3-11-ci əsrə aiddir. Doğrudur. Şamaxıda Sünnü məscidi və Cümə məscidinin tikilməsi doğrudur. İkinci hissəyə baxırıq. Sınıqal və Ərdəbil Cümə məscidi dövrümüzə kimi gəlib çatmışdır. 11-12-ci əsrə aiddir. Bu da doğrudur. Əsəddin Əndazı türk dilinin 2300 sözdən ibarət lüğətin müəllifidir. Bu dövrə aiddir, bu da doğrudur. Deməli, cavablarımızdan biri 2 olacaq. İçində hər bir variant doğrudur. Üçüncünü oxuyuruq. Etməcində Xristian Qıpçaq monastırının tikilməsi. Xristian Qıpçaq monastırı 3-11-ci əsrdə yox, 14-cü əsrdə tikilmişdir. Bu yanlışdır. Yanlış olduğu üçün 3 ümumiyyətlə yanlışdır, amma digərlərində baxaq. Möminə Xatun türbəsi Naxçıvan memarlıq üsuluna tikilib. 11-12-ci əsrdə doğrudur. Eldənizlər dövlətində tikilmişdir. Təbrizdə Ərk qalası tikilmişdir. Bu da doğrudur. Burada hər ikisi doğru olsa da bu yanlış olduğu üçün birinci hissəsi bunu götürmürük. 4. Ağdamda Gavurqala Müdafiə abidəsi yerləşir. Bu doğrudur. Ağdamda yerləşir Gavurqala. Şamaxı şəhərində Gürcüstan türbəsi 11-12-ci əsr. 11-12-ci əsrdə Gürcüstan türbəsi deyildi. Gürcüstan türbəsi 13-14-cü əsrə aid edir. Burada Gürcüstan qalası yazsaydı düzgün olardı. Təzzular Rəşidəddin tərəfindən Rəbi Rəşidi Şərqin ikinci ali təhsil məktəbi oldu. Bu da doğrudur. 13-14-cü əsrə aiddir. Burada Pozan ikinci hissəsi oldu. Onun üçün götürülmüş bu variantı. Xudafərin körpüsünün tikilməsi. Bu 3-11-ci əsrlərə aiddir. Doğrudur. Məsud Davutoğlu tərəfindən Qız qalası tikildi. Hansı ki 11-12-ci əsrlərdə bu da doğrudur. 11-12-ci əsrə aiddir. Nizaməddin Şami dövrün məşhur tarixçisi idi. 13-14-cü əsrlər bu da doğrudur. Deməli, doğru cavablarımız biri 2 olacaq, bir də ki 5 olacaq. Cavabımız olacaq 2 və 5. Baxın, fikir verirsiniz, burada hər birində bir dənə səhv var. Yəni, bunların da imtahanda da bu tipli test düşəcək. Yəni, bunların birini səhv bilsək, məsələn, 4-ü səhv bilsək, cavab 2, 4, 5 götürsək, cavabımız səhv çıxacaq. Onun üçün mədəniyyət hissələrini xüsusilə çox diqqət edib dəqiq öyrənmək lazımdır. 33-cü sual. Eyler-Venn diaqramına uyğun bəndlər müəyyən edin. Kəngəli Türk soyu tərəfindən yaradılmışdır. Bu salarlara aiddir. Kəngəli Türk soyu tərəfindən yaradılması. Birə getəcək olacaq. Səlcuq Sultanı Alparslan'a qarşı mübarizə göstərsə də 11-ci əsrin 60-cı illərində asılı düşdü. Bu sacirlərə aid olacaq. Üzrsən, Şirvanşahlara aid olacaq. 1066-cı ildə. Yusif İbn Abzazın dövründə tam müstəqil siyasət yürütmüşdü. Sacirlərə aid olacaq. Slavyanları məğlub edərək ölkədən qovmuşdu. Şirvanşahlara aid olacaq. Axıstanı deyə bilərik 1175-ci ildə. Bağdad xilafətinin zəifləməsi nəticəsində yaranıb. Bu da hər üçünə aid olacaq. Bu asan bir sual tipidir. Düzgün sıranı müəyyən edin. Yenə sıra verib. 1, 2, 3, 4, 5 verib. Hər birinə aid olan düzgün xüsusiyyəti seçməliyik. Məhəmməd Can Pəhləvan, Alban hökmdarı Cavanşir, Şəddadi hökmdar Fəzl Məmməd. Baxın, hökmdar yazıb. İmtahanda da belə sual düşür. Hökmdar yazıb və aşağıdan hökmdar olmayan xüsusiyyətləri də yazıb. Biz onları ayırmalıyıq. Naxçıvan döyüşündə atası ilə birlikdə Gürcü qoşunlarını məğlub etdilər. Bax, bunu bir baxışdan düz götürə bilərsiniz. Amma burada hökmdar olduğu üçün bu Naxçıvan döyüşü də 1163-cü ilə aiddir. Onun üçün bu yanlış olacaq. Bizdən amma düzgün sıra soruşur da, düzgün soruşur. Amma bunun ikinci hissəsinə baxaq. Görürük, Alban hökmdarı Cavanşir. Xəzər xaqanlığı, deməli, bu yanlışdır. Bu X qoyuram bura. Xəzər xaqanlığının qoşunlarını 663-cü ildə Kür-Sari döyüşdə məğlub etdi. Bu doğrudur. Daha sonra Şəddadi hökmdarı Fəzl Məhəmməd Oğuz mənşəli tayfalar dövlətinin ərazisində məskunlaşdı. Bunu Şəddadilər götürə bilmərik. Bu da yanlışdır. Yanlış olduğu üçün bir yanlışdır. Onun üçün də yanlış idi. 2-yə baxırıq. Məhəmməd Can Pəhləvan paytaxtı Həmədan şəhərindən köçürdü. Baxın, Həmədan şəhərindən köçürmür.
Həmədan şəhərinə köçürür. Hansı ki, Naxçıvandan Həmədan şəhərinə köçürür. Onun üçün 2 də yanlış olacaq. Bu da yanlışdır. Əgər bunu səhv oxusaz, bunu düzgün götürsəz, davam etmiş olacaqsınız. Davam etsəz nə olacaq ona baxaq. Albaniya hökmdarı Cavanşirin bu hissəsinə baxırıq. Dəməşq görüşündən sonra Albaniya daxili müstəqilliyini bərpa etdi. Bu da yanlışdır. Yəni Dəməşq görüşündən sonra Albaniya daxili müstəqilliyini bərpa etdi. Onsuz da daxili müstəqillik bərpa, yəni var idi. Təbriz və Beyləqanı yenidən dövlətə birləşdirir. Bu isə doğrudur. Bu doğru olacaqdır, yanlış deyil. Amma 2 onsuz da yanlışdır, 2-ni götürmür. 3. Gürcüstana uğurlu yürüşlər etdi. Məhəmməd Cahan Pəhləvan. Bu doğrudur. Xəzər xaqanlığının asılını qəbul etmişdi. Alban hökmdarı Cavanşir 664-665. Doğrudur. Şəddadi hökmdarı Fəzliyə aid olan ticarət və hərbi məqsəddə körpü tikdirdi. Xudafərin körpüsü. 3-də görə ki, hamısı doğrudur. 3 doğru olacaq. 4. Şirvanşahlar dövləti asılı dövlət olaraq qalırdı. Məhəmməd Cahan Pəhləvana aiddir. Bizans imperiyası ilə ərəblərə qarşı uzun müddətli ittifaq qurdu. Bu yanlışdır. İttifaq qurmuşdu. Amma uzun müddətli yazdığı üçün götürmüş bunu. Alban hökmdarı Cavanşirə aid olan xüsusiyyət kimi götürə bilmərik. Fəzl bin Məhəmməd Gürcülərə qarşı uğurlu mübarizə aparmışdı. Bu da doğrudur. Əgər siz bu variantı diqqətlə oxumasanız, bunu götürsəz, 4-ü də plus kimi götürmüş olacaqsınız. 4-ü plus kimi götürsəz, cavabınız səhv olacaq. Daha sonra 5. Əhəl məişliyi hökmdarı adından sikkə zərb etdirdi. Bu doğrudur. Cahan Pəhləvana aiddir. Alban hökmdarı Cavanşir Sasani feodallarını məğlub edib ölkədən qovmuşdu. Bu da doğrudur. Şəddadi hökmdarı Fəzl bin Məhəmməd 11-ci əsrin 30-cu illəri Slavyan yürüşlərinə məruz qaldı. Xeyr. Yəni Fəzl bin Məhəmmədin dövründə Slavyanların yürüşündən demilir. Deyir ki, Fəzlin dövründə Slavyanların yürüşü olmuyor. Yəni Fəzl öldükdən sonra oldu. Yəni Fəzl bin Məhəmmədin dövrünü oxuyanda demilir ki, orada Slavyanların yürüşünə məruz qalmışdı. Onun üçün bu yanlışdır. Yanlış olduğu üçün götürmüş. Bunda cavabımız olur yanlış 3. İki çayların Kür-Araz çayları arasında tabe etdiyi tayfaları göstərir. Hansı tayfalardır? Alban tayfaları idi, Kaspi tayfaları idi və Uti tayfaları idi. 1, 4, 5 olacaq. 1, 4, 5 olacaq. Əgər siz bunu səhv bilsəz, Kadusi ilə Kaspini qarışdırsaz səhv vuracaqsınız. İmtahanda konkret belə suallar düşür. Məsələn, nədir? Xəritədə verilənlərin aid olduğu Azərbaycan şəhərlərini göstərin. Xristian dininlə İslam dini arasında strateji qala idi. Strateji qala isə söhbət Gəncə şəhərindən gedir. Cavabımız olacaq 3. Göyçə gölünün yanındadır Gəncə şəhəri. Daha sonra 9 11-ci əsrdə Azərbaycan əsas liman şəhəri idi. Bu Dərbənd şəhəri olacaq. Bağdad şəhəri ilə eyniləşdirilən Təbriz şəhəri Bağdad şəhərinə eyniləşdirən buradadır. O da yoxdur. Onun üçün onu götürməyək. Cavabımız olacaq elə 3-dən 5. 37-ci sual. Tunc dövrünə aid hadisələri göstərin. Mübadilənin genişlənməsi. Bu doğrudur. Mübadilə genişlənir Tunc dövründə. Metalleşmənin yaranması. Bu səhvdir. Metalleşmə Eneolit dövründə yaranmışdır. Qədim incəsənətin çiçəkləmə mərhələsinin baş verməsi. Bu yeni məlumatdır. Bu Orta Tunc dövrünə aiddir. Doğrudur. Çalxanqala ibadət evinin aşağılaması. Əgər siz ibadət evini siklopik qala ilə qarışdırsaz, Çalxanqalanı görən kimi Tunc dövrünə aid etsəz, yanlış etmiş olacaqsınız və cavabı səhv seçmiş olacaqsınız. Çalxanqala siklopik qala idi, amma burada ibadət evi yazılır. İbadət evi olduğu üçün 4 yanlış olacaq. Ocaq evin mərkəz və küncündə qurulurdu. Bəli, bu da doğru olacaq. Tunc dövründə ocaq evin mərkəz və küncündə qurulurdu. Doğru olduğu üçün cavab olacaq 1, 3, 5. 1, 3, 5 olacaq. Baxın, 4 ilə qarışdırsaz və heç 5-ə baxmasaz, 1, 3, 4 yazıb gələcəksiniz və belə bir psixologiya var ki, imtahanda suala baxsan, deyirsən, ibtidai icma dövrüdür, mən bunu səhv etmərəm. Qayıdıb baxmırsansa, artıq bu 1, 3, 4 kimi qalır və sən də 5 heç oxumamış olursan, 5 heç bunun yeni başqa variant da olsa. Sonra səhv yazandan sonra qayıdıb baxırsan ki, Çalxanqala ibadət evi deyilmiş, Çalxanqala siklopik qalaymış. Ondan sonra artıq yəni onu da düzəltmək olmur. Onun üçün sualları dəqiq və düzgün şəkildə oxumaq lazımdır. 38-ci sual. Xəritədə göstərilən dövlətlərin düzgün bəndləri seçin. Maraqlı sual. Demişik, nədir? Bu ərazi Roma ərazisidir, bu ərazi Yunanistan ərazisidir. Bu müharibələrin nəticəsində bütün Şimali Afrika hastalığa düşdü. Bu müharibəsini görən kimi bunu götürüb biz vursaq Romaya yazaq, biz səhv etmiş olaraq. Çünki deyir ki, bütün Şimali Afrika. Bu müharibələrin nəticəsində Karfageni tutub Afrikanın müəyyən hissəsidir. Amma bütün Şimali Afrikanı deyə bilmərik.
Onun üçün bu yanlışdır. A-nı götürə bilmərik Romaya. Son islahat ilə yoxsul vətəndaşlar vəzifə tutmaq hüququ əldə etdilər. Xeyr. Son islahatın nəticəsində yoxsul vətəndaşlar vəzifə tuta bilmirdilər. Sadəcə yoxsul vətəndaşlar, bütün vətəndaşlar xalq yığıncağında iştirak etmək hüququ qazanırlar. Eramızdan əvvəl 2-ci əsrin əvvəlləri Roma şərqi istiqamətində yürüşə başlayıb Selevki dövlətini məğlub etdi. Bu doğrudur. Bunu Romaya yazmaq olar. Bir olacaq C. Afina və Sparta müharibəsi nəticəsində Yunan şəhər dövlətlərinin varlığına son qoyuldu. Bu yanlışdır. Afina-Sparta müharibəsi nəticəsində Yunan şəhər dövlətlərinin varlığına son qoyuldu. Yunan şəhər dövlətlərinin varlığına son qoyuldu Makedoniyanın yürüşü nəticəsində. Orada da Sparta istisnadır. Yəni burada yazsaydı ki, Makedoniya hücumu nəticəsində Yunan şəhər dövlətlərinin varlığına son qoyuldu, yenə səhv olacaq. Çünki deyir ki, Sparta şəhəri istisnadır. O istisna olmalıdır. Onu göstərilməlidir əgər verilirsə. Yeni oxuyuram. Demos eramızdan əvvəl 5-ci əsrdə tutduğu vəzifəyə görə maaş almağa başladı. Bu da Yunanıstana aid olacaqdır. 1-ə C olacaq, 2-yə də Y olacaq. Əgər siz B ilə A-nı dəqiq bilməsəniz, variantlarda birin yanında belə deyək ki, A1-in yanında B olacaq və siz yazıb keçmiş olsanız, yenə cavabınız səhv olacaq. Onun üçün çox diqqətli olmaq lazımdır. Mövzuları oxuyanda dəqiqliklə oxumaq lazımdır. Hətta burada B-ni bilsəz belə, A-da bu bütün Şimali Afrika hissəsinə diqqət etməsəz, yenə cavabı səhv yaza bilərsiniz. Daha bir məntiqli test. Yəni miqdə belə testlər çox düşür. Yəni bəzən görürəm qarşıma çıxır testlər. Çox uzun-uzadı testlər olur, həddindən artıq. Yəni MİQ imtahanında belə deyək də 3-4 dəfə iştirak edən bir iştirakçı olaraq deyə bilərəm ki, MİQ-də bəli, uzun-uzadı suallar olur, amma bəzi elə məntiqli suallar olur ki, qısa və çox məntiqli olur. Yəni çox uzun-uzadı suallar işləməyə də ehtiyac yoxdur, özünüzü yormağa ehtiyac yoxdur. Yəni əsas odur ki, suallar konkretli MİQ tipində suallar işləyəsiniz. Baxın bu sual kimi. Deyək ki, erkən feodalizm dövrü. Feodalizm dövrü deyilsə 3-11 götürür şərq, 3-11-də şərqdə 3-də başlayıb da. Avropaya getsək isə 5-ci əsrdə götürür Avropada başlaması. İndi burada bizdən demir də Avropa və yaxud da Asiyada. Ümumiyyətlə yazılıb ki, erkən feodalizm dövründə daha əvvəl baş vermiş hadisəni seç. Roma imperiyasının Ktesiphon şəhərini tutması. Roma imperiyası Ktesiphon şəhərini nə vaxt tutmuşdu? Trayan dövründə 98-117-də. Onda Roma feodalizm idi yoxsa nədir? Quldarlıq idi. Quldarlıq idi. Bizdən isə feodalizm soruşur. Deməli, bu variant ümumiyyətlə aid deyil. Heç əvvəl sonrasına aid deyil. Yəni, bunu götürmüş, atırıq. İkinci Vaçenin xalq azadlıq hərəkatına başçılıq etməsi 457-dir. Bu, feodalizm dövrünə düşdüyü üçün bunu götürürük. Muğan xalqının avarları məğlub edib qovması. Bu, təxminən olacaq 570-ci illər. Bunu da götürürük. Feodalizm dövrünə düşür və həmin dövrdə Asiyada feodalizm dövrü idi. Mirəqulu xanın Hindistanın şimal-qərbini tutması. Bu da təxminən 506-cı əsrin əvvəlləri olduğu üçün 510-cu illəri götürərək bunu da. Daha sonra Parfiya aşağıqları Albaniyada hakimiyyətə gəlməsi 1-ci əsr konkret ili yoxdur. 1-ci əsr biz Albaniya gələndə Albaniyada görürük ki, Albaniya feodalizm idi yoxsa quldarlıq idi. Quldarlıq olacaq. Çünki feodalizm şərqdə və yaxud da Azərbaycanın nə vaxt? Yəni 3-cü əsrdə. Deməli, bu variantda heç aid etmirik. Biz 3 dənə variant arasında daha əvvəlini seçirik. Daha əvvəl olacaq 2-ci Vaçenin xalq azadlıq hərəkatına başçılıq etməsi. 40-cı sual. 1-ci Axistan və Mərzban və Məhəmməd üçün fərqli cəhət deyil, oxşar xüsusiyyət soruşur. Vergi nizamı salmaq üçün qanunnamə tərtib etdi. Bu yanlışdır. Bu sadəcə Mərzbana aiddir. Slavyanları məğlub edib ölkədən qovması. 1-ci Axistana aiddir. Mərzban və Məhəmməd Slavyanları ölkədən qovmamışdı. Slavyanlar özləri getmişdilər. Səlcuqlarla dostluq münasibətləri qurmaları 1-ci Axistana aiddir. Mərzbana aiddir. Şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd sərhədini təmir etdirdilər. Bəli, bu hər ikisinə də aiddir. Həm Axistana, həm də ki, Mərzban və Məhəmmədə aid olacaq. Şəmsəddin Eldənizin dövründə asılı hala düşdülər. Bu da yanlışdır. Bu, 1-ci Axistana aid olsa da Mərzban və Məhəmmədə aid olmayacaq.